Hər kəs salam dostlar. Bu gün son 20-30 ildə ətraf mühitin çirklənməsi haqqında danışacağam. Son 20-30 ildə sənayələşmə və texnologiya sürətlə inkişaf edib, əhali sayı artıb. Bu dəyişikliklər ətraf mühitin çirklənməsini artırıb. Hava çirklənməsi zavodlar və avtomobillərə səbəb olur. Su çirklənməsi tullantılar, çay və dənizlərə axıdılır. Torpaq çirklənməsi isə plastik və kimyəvi maddələr torpağa qarışır. İnsan sağlamlığına zərər verir, bitki və heyvanlar məhv olur, iqlim dəyişir, temperatur artır, təbii fəlakətlər çoxalır. Təkrar emal etmək lazımdır. Plastik istifadəsini azaltmaq vacibdir. Ağac əkmək və təmiz enerji istifadə etmək lazımdır. Ətraf mühitin qorunması gələcəyimiz üçün vacibdir. Kiçik addımlar böyük dəyişiklik yarada bilər. Diqqətiniz üçün təşəkkür edirəm.